Belə bir qərar verdik ki, bəsdir bu qısa yerdə bu həyat yaşamasın bu balıq. Çox belə xoş niyyətlə gətirdik bu balığı, oradan buraxdıq suya ki, bəs qoy getsin də həyatını yaşasın. Bu ümumiyyətlə düzgün deyil falan. Balığı suya buraxandan sonra bir baxırıq ki, görək bu ümumiyyətlə biz doğru eləmişik. Səhv eləmişik. Survival chance ondan 2'dir. Və baxırıq ki, survival chance ondan 2'dir. Bunlar domesticated balıqlardır. İndi Cüneyt Əylibovda balıq axtarır. Gəldim, götürmək istəyənə qaçdı getdi. Bu qışqırır ki, deyəsən gördük. Getdik katamaran götürdük, onu axtardıq. Bana da bu boydadır. Bu boyda bir bu boyda Bəxtiyar adını daşıdığım sənətkarın oğludur. Bizi onunla birləşdirən də elə bu addır. Mənim ad hekayəm bir təsadüfdən doğulub, onunsa bir mirasdan. Bəxtiyarın 3 övladı var: Cüneyd, Eskinaz və Dilara. Səxavət adını soyadı kimi hələlik rəsmi olaraq Cüneyd və Dilara daşıyır. Bəxtiyar deyir ki, Amerika vətəndaşlığını alanda geriyə qalan üçümüz də atamın adını soyadımız kimi dəyişəcəyik.